Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram, əziz izləyicilər. Gününüz xeyirli olsun inşallah. Bugün bildiyiniz kimi şəhadət günləridir, hüzünlü günlərdir. Bu münasibətlə ilk növbədə zamanı imamına, sonra siz əziz müsəlman dünyasına başsağlığı verirəm. Allah bizi dünya və axirət Əli ibn Əbi Talibdən ayrı salmasın. Onun qatilinə, onun düşmənlərinə öz əbədi lənətini şamil etsin inşallah. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsi idi. Biz keçən bəhsimizdə Ulul Əmr ayəsini sizlərlə müzakirə etdik. Və dedik ki, Qur'an-ı Kərimə müraciət etdikdə görürük ki, imamət anlayışı olduqca geniş və əsaslı formada özünü biruzə vermişdi. Yəni, İslam dünyasının birinci əsrində yaşayan şəxslər, səhabələr, tabiinlər bu məqamı yaxından dərk edib, yaxından bilmişlər. İndi hansı səbəblər oldu ki, bəs imamət məsələsi öz o həqiqi məcrasından kənara çıxsın, bu başqa mövzudur. Amma hər bir halda biz bilirik ki, imamət məsələsi Qur'anı bir məsələdir və bu hər hansı bir şəxsin şəxsi çıxarışı deyil. Belə deyil ki, bir iddə şəxslər indi oturub bu məsələni Qur'anla ələ gətiriblər. Xeyr, elə Allah Rəsulu bu ayələri nazil edərkən üçüncü bir məqamı da təqdim etmişdi. Yəni, imamət məqamı da təqdim etmişdi. Çünki əsl budur ki, hər bir peyğəmbərdən sonra canişin olur. Və bu canişinlik məsələsi Allah Rəsulu öz peyğəmbərliyini tanıdan zamandan insanlara təqdim etmişdi və Qur'anda çox saylı bunu göstərən ayələr var. Bugünkü ayə Maidə surəsinin 55-ci ayəsidir. Ayəni qısa olaraq oxuyayım. Əuzu billahi minəşşeytanirracim. İnnəmə vəliyukumullah və rasuluh vəl-ləzīnə əmənu'l-ləzīnə yuqimunəs-sələt və yutunəz-zəkə və hum rakiun. Ayənin qısa olaraq tərcüməsi budur ki, həqiqətən də sizin başçınız, vəliniz Allah və onun rəsulu və iman gətirən və namazı bərpa edən və zəkat verən ruku halında olan şəxsdir. Burada biz yeni bir anlayışla tanış oluruq, vəli kəlməsi ilə. Diqqət edin, Qur'an-ı Kərimdə imamət məsələsi bir çox anlayışlarla özünü göstərir. Əmir sahibi, vəli, imam və s. Bu onu göstərir ki, Allah Teala imam məsələsini hər bir dil, hər bir sözlə çatdırmış və insanlara sanki bir bəhanə yeri qalmasın deyə bu məsələdən istifadə etmişdi. Yəni, ərəb dilində canişinlik məsələsini, peyğəmbərdən sonra xəlifəlik anlayışını çatdıran, bildirən bütün sözlərdən Allah Teala Qur'an-ı Kərimdə istifadə etmişdi. Ki, ey insanlar, ey müsəlmanlar, bilin ki, bu məqamda oturan şəxs budur. Yəni, Qur'an-ı Kərim müxtəlif təbirlərlə eyni bir, vahid bir məsələdə çatdırmışdır. Yəni, təbirlər fərqli olsa da, nəticə, mahiyyət, nümunə, misdaq eynidir. Burada məsələ, yəni, vəli kəlməsi ilə yenə imamı tanıtdırmaqdır. Bu ayə barəsində bir neçə cəhətdən müzakirə edilməlidir. Onlardan biri heç şübhəsiz ayədə keçən vəli kəlməsidir. Sual yarana bilər ki, niyə görə vəli kəlməsi İslam dünyasında ixtilafa səbəb olub? Yəni, bu ayəni biz əsasən iki formada tərcümə edə bilərik. Həqiqətən sizin dostunuz Allah, onun rəsulu və ruku halında zəkat verən şəxslərdir, namaz qılan, iman gətirən şəxslərdir. Yəni, vəli kəlməsini bir dəfə biz burada dost olaraq tərcümə edə bilərik. İkinci dəfə də mənim ilk olaraq tərcümə etdiyim, yəni başçı olaraq, rəhbər olaraq tərcümə. Vəli barəsində təbii olaraq digər nəzərlər də deyilib, ondan işim yoxdur. Amma hər bir halda necə ola bilər? Bir sözdən iki dənə fərqli nəticə çıxsın. Yəni, eyni sözdür, bir sözdür, onun müxtəlif mənası olsun.
Bu məsələ genişdir. Mən qısa olaraq deyim ki, bəli, ola bilər bir söz çoxlu mənaları olsun. Yəni, bir vahid bir sözdə, tək bir sözdə bir neçə məna yatsın. Bunu heç bir formada inkar etmək olmaz. Amma hər bir sözün vahid bir mənası var. Vahid bir mənası olmasa da, hər bir sözün ilkin istifadə olunan mənası var. Yəni, ilk dəfə zehinə gələn bir məna var. Məsələn, şir sözü təbii olaraq ilk dəfə istifadə olunanda insanın zehni meşədə yaşayan bir heyvana gedir. Yəni, çünki bu şir sözü onun üçün istifadə olunur. Amma desəm, filan kəs şir kimidir, burada artıq birinci mənaya yox, ikinci mənaya, şücaət mənasına gedəcək. Bu da yenə istifadəyə qayıdır. Çünki filan kəs şir kimidir deyərkən heç bir şəxs qəsd etmir ki, həmən şəxs hər hansı bir yırtıcı heyvandır. Bəlkə yəni onun şücaətini qəsd edir. Nəticə olaraq bunu demək istəyirəm ki, vəli kəlməsini ərəb, yəni bu Qur'anın nazil olduğu dönəmdə eşitdikdə zehni hara yönəlirdi? Dost mənasına, yoxsa rəhbər mənasına? Bu birinci sual. İkinci, biz o dönəmin insanların zehnini təhlil edə bilməsək də, yəni əlimizdə sübut olmasa da, ayənin özü belə bir şahid var ki, vəli kəlməsi dost mənadadır, yoxsa rəhbər mənada. Yəni, biz bir dəfə bu məsələni lüğəvi cəhətdən bəhs edəcəyik, görək vəli ərəb dilçiliyində hansı formadadır, yoxsa ikincisi budur ki, ərəb dilçiliyində bu yoxdursa, ayələrdə necədir? Mən müxtəlif bilirsiniz ki, lüğət kitabları var. Yəni, ərəb sözlüklərini nəql edən lüğət kitabları var. Bunlardan bir o qədər, yəni elmi cəhətdən ərəb dünyasında yazılmayan bir kitab var. Əl-Müncid kitabı. Yəni, xristiyan alim yazıb bu kitabı. Mən istədim ki, bu kitaba müraciət edək vəli kəlməsini izah edəndə. Niyə? Çünki bu xristiyandır, məzhəb təəssübkeşliyi yoxdur. Yəni, biz İbn Faris və s. lüğət kitablarına müraciət etsək, deyir ki, o əhl-i sünnədir, bu şiyyədir və s. Yəni, bu zehniyyətdən uzaq durmaq üçün bir xristiyan alimi seçmişəm, Əl-Müncid, yəni bütün tələbələrin, elm əhlinin müraciət etdiyi bir kitabdır. O vəli kəlməsini izah edərkən, görün hansı kəlmələrdən istifadə edir və tam olaraq bu kəlmə o dönəmdə insanların zehnini hansı səmtə çəkirdi. O buyurur ki, vəli kökündən törəyən sözlər vali, vilayət, vəli mənalarında işlənir. Baxın, vali, vilayət hansı anlamda işlənir? Dost, yoxsa rəhbərlik? Bizim dilimizdə də, yəni klassik ədəbiyyatda da bu işlənir. Vali, vilayət. Vali, yəni ölkənin rəhbəri, şahı, padşahı. Vilayət, yəni hər hansı bir ölkə, məmləkət. Demək, bu söz əsasən rəhbər mənasında istifadə olunur. Dost mənasında deyil. Eşitmişsiniz, məsələn, deyilsin ki, filan vilayətin valisi Rızadır. Yəni, insanlar düşünsün ki, filan vilayətin valisi Rızadır, yəni oranı sevir. Heç bu məna vermir ki. Filan vilayətin valisi Rızadır, yəni rəhbəri, şahı odur. Demək, lüğət kitablarında, yəni ərəbin baxışı bu idi ki, vəli kəlməsini tam olaraq ilkin mənada rəhbər mənasında işlədirdilər. Yəni, bu söz əsasən rəhbərlik mənasını verir. O mənalar, yəni dost və s. ikinci, üçüncü mənalardır bu kəlməyə yüklənib.
Yəni hər bir kəlmənin birinci mənası var. Bu kəlmənin də birinci mənası dediyim kimi, yəni lüğətə istinadən heç bir məzhəb təəssübkeşliyi çəkməyən bir şəxs bunu izah edərkən deyir ki, bu söz bu kəlmələrlə bağlıdır. İnşallah gələn bəhslərimizdə bu ayənin özündən hansı məna çıxır, o məsələni müzakirə edəcək inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.